Nə görmək istəyirsinizsə, nə klubunuz barəsində, azarkeşlik etdiyiniz klubunuz barəsində nə məlumatlar əldə etmək istəyirsinizsə, hansı suallarınız varsa, buyurun yazın. Biz də sevərək sizin rəylərinizi, fikirlərinizi oxuyacağıq. Səid abi, bölgə futbolu sənin üçün önəmlidir. Bilirəm ki, bölgə futboluna çox ciddi maraq göstərirsən və bu istiqamətdə də oyunçular, əlində olan oyunçular var. Biz, bəli. Tamamilə. Çünki ilk əvvəlki məqaləmizdə biz yazmışdıq məsələləri. Bəli. Çünki ümumiyyətlə azarkeşdən söz düşdü. Məncə Turan Tovuz azarkeşi, yəni özünə məxsus bir azarkeşdir və öz komandalarını daimi dəstəkləyirlər. Bu çox gözəl mənzərədir. İnan ki, söhbət burada bölgədə futbolun olmağı söhbət burada agentdən getmir, oyunçu təklif etmədən getmir. Sadəcə o mənzərəni görməkdən gedir. Mən özüm də uşaq vaxtı, belə deyək də, uşaq dedim, yəni 5-6-cı sinifdə, 7-ci siniflərdə biz Xəzər Lənkəranın oyunlarına gedirdik. Yəni, o atmosferi təzədən hiss eləmək futbolu canlandırır. Futbol dünyada məşhur bir oyundur. Yəni, azarkeş nöqteyi nəzərdən mən təqdir edirəm, təbrik edirəm Turan Tovuz azarkeşlərini və onların azarkeş qruplarını, klubun özünün də əslində vizyonu çox gözəldir. Mən düşünürəm ki, yaxın 2 ilə Turan Tovuz başqa səviyyədə futbol oynayacaq. Ümumiyyətlə, hədəfləri gördüyüm qədərilə, yəni izlədiyim qədərilə yüksəkdir, həqiqətən yüksəkdir. Çünki idarəçilik faktoru var orada. Klub prezidentinin işə yanaşma tərzi çox fərqlidir. Məsələ idarəçilikdədir. Futbol idarəçilikdən ibarətdir. Və bir də Fərid Official'ın xahişi var. Elçin bəy, gələn sezon Kəpəz öz meydanında qəbul edəcək rəqibləri cavabındansa sevinərəm. Bəli, gələn mövsümdən etibarən Kəpəz bilir ki, yeni stadion təmir olunur, yenidən qurulur. O MDB, 3-cü MDB oyunlarının açılış mərasimi orada olacaq. Yəni, o oyunlardan sonra böyük ehtimalla noyabrın əvvəlindən, oktyabrın sonundan etibarən Kəpəz öz oyunlarını doğma arenada qəbul edəcək. Artıq o stadionlar ki, oldu. İnfrastruktur məsələsi. Çox, bir nömrə. Yəni, biz bu günləri deyə bilərik, niyə oyunçu yoxdur? Açıq oyuncunun olması üçün stadion lazımdır. Yəni, bu stadionlar standartlara cavab verilməlidir. Çoxlu məsələlər var. Yəni, əslində biz də danışırıq. Amma bu alt baza, infrastruktur olmazsa, dediyiniz kimi, neysə, müzakirə etməyin də bir növ mənası qalmır. Bəli, əziz dostlar, dərin təşəkkürümüzü bildiririk sizlərə. Səid bəy, sizə də dərin təşəkkürümüzü bildiririk. Bir saatdan da çox müddət ərzində bir yerdə efiri bölüşdük. Maraqlı oldu mənim üçün də. Çox önəmli fikirlər səsləndirdiniz. Düzdür, bəzi məqamlarda oxu atıb yayı gizlətsəniz də, amma